Sizə bir sual verim. Sonuncu dəfə hansı reklamı sona qədər izləmisiniz? Skip etməmisiniz. Scroll etməmisiniz. Filter etməmisiniz. Məhz problem də buradadır. Bugün reklam əvvəl kimi işləmir. Auditoriya reklamı görmür. Açığı görsə də inanmır. Çünki insanlar artıq brendlərə yox, insanlara inanır. Sizcə influencer marketingin əsas problemi nədir? Gəlin variantlara baxaq. A. Bahalıdır. B. Ölçülmür. C. Nəzarət yoxdur. D. Risklidir. Cavabların hamısı doğrudur. Çünki proses qeyri-şəffafdır. Keyfiyyət idarə olunmur. Mesaj dəyişir. Hüquqi və reputasiya riskləri yaranır. Və brend nəzarət etirir. Bəs influencer marketing sistemləşsə necə olar? Workflow olsa, mərhələli təsdiq olsa, risk idarəsi olsa, təbii ki, burada Kopo prosesi asanlaşdırır. Kopo brendlərlə kreatorları strukturlaşdırılmış rəqəmsal sistemlə birləşdirən UGC performans platformasıdır. Bu agentlik deyil. Bu sistemdir. Gəlin bir kampaniya başladaq. Addım 1. Siz brendsiz. Platformada brief yerləşdirirsiniz. İndi seçim sizindir. Kreatoru siz seçirsiniz, yoxsa kreator sizinmi? Kopo modelində kreator kampaniyanı özü seçir. Nəticə, motivasiya daha yüksək. Addım 2. Kreator ilkin ssenarını göndərir. Sual: video əvvəl təsdiqlənsin, yoxsa çəkilib sonra baxılsın? Kopoda əvvəl ssenarini təsdiqləyirlər, sonra çəkiliş və video yüklənir. Brend təsdiqləyir və ya düzəliş üçün geri göndərir. Hər mərhələdə maksimum 3 düzəliş. Niyə? Çünki sistem intizam tələb edir. Siz brendsiz. Aşağıdakı risklərdən hansını qəbul eləyərdiniz? Qanun pozuntusu, yanlış mesaj, reputasiya böhranı və heç birini. Kopo kreatorun stilinə müdaxilə etmir, amma nəzarət edir. Brend mesajına, qaydalara, hüquqi uyğunluğa, autentiklik qalır və risk azalır. Əgər brend ssenarini təsdiqləyib, kreator videonu hazırlayıb, amma brend son anda imtina edərsə, əmək boşa getməlidir. Xeyr, Kopo kompensasiya mexanizmi ilə kreatoru qoruyur. Bu, sistem məsuliyyəti artırır. Siz hansı nəticəni istəyirsiniz? Görünürlük, klik ya satışmı? Kopo modelində brend nəticəyə görədir. Sadəcə video üçün yox, nəticə üçün ölçülə bilən, optimallaşdırılan. Reklam indi dəyişib. Influencer marketing artıq təsadüfi əməkdaşlıq deyil. O ya sistemdir, ya da riskdir. Kopo idarə olunan UGC modelidir. Kreativlik və nəzarət arasında balansdır. Sual budur. Siz hələ də risklə işləyəcəksiniz, yoxsa sistemlə?